Alo, canım necəsən? Köməyinə ehtiyacım var. Nə vaxt iş axtarıram, mail yazdım, amma deyəsən mailimi ciddiyə almadılar. CV yazmağı bilmirəm daha doğrusu. Necə yaza bilərəm? Ay qız, sən xarici şirkətə mail atırsan da, düzdür? Gəl sənə mən ən asan yolunu deyim. Deməli, Honor X7D smartfonunda mailə daxil olursan. Yazdığın maili seçirsən və orada AI yazı çıxır. Ona kliklədikdən sonra tərtib edirə basa bilərsən. Əgər yanlış nəsə varsa özü düzəldir. Hətta orada üslubu düzəlt butonu var. Ora daxil olursan, istədiyin üslubu seçirsən və maili seçdiyin üslubda yazıb göndərir. Ha, doğrudan? Nə yaxşı. Onda göndər mənə, elə o formada göndərərəm. Yəqin ki, belə məni ciddiyə alarlar. Dərs çox sıxıcı keçir. Müəllim də o qədər sürətli danışır ki, çatdırmıram yazmağa, nə də qulaq asmağa. Doğrudan Honor X7D smartfonunda maraqlı bir funksiya var axı. Deməli, telefonu qoyuram masaya. AI notlarda özü səs yazır. Həmçinin də müəllimin dediklərini bir-bir mətn formasında qeyd edir. Mən də istədiyim vaxt notlara daxil olub səsi dinləyə bilərəm və ya mətni oxuya bilərəm. Dərsləri də yola verəndən sonra dedim biraz film izləyim, amma seçdiyim film Azərbaycan dilində olmayacaq. Elə bu vaxtda Honor X7D smartfonunda bir funksiya var. AI subtitrlər. Bu funksiya sayəsində artıq ingilis dili üçün ayrıca kursa getməyə ehtiyac yoxdur. Funksiyanı aktivləşdirirəm və bu formada filmi rahat-rahat izləyirəm.